Kütləsi M olan maqnit şaqli lövhəyə cəzb olunaraq yapışmışdır. Maqnitlə lövhə arasında sürüşmə qüvvəsi F olarsa, maqniti aşağıya doğru bərabər sürətlə hərəkət etdirmək üçün tətbiq olunan F qüvvəsinin modulu. Baxın, hərəkətin əksi istiqamətində bir F sürtünmə qüvvəmiz var. Bir də aşağıya doğru mj maqnitin özünün ağırlığı var. Bax, onda bərabər sürətlə hərəkət etməsi üçün F sürtünmə nəyə bərabər olmalıdır? F üstə gələk mj-yə. Buradan biz F-i tapsaq, nəyə bərabər olur? F sürtünmə çıxılsın mj-yə. Cavab olur A variantı. Baxaq 2-yə. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən avtomobilin başlanğıc sürətini 3 dəfə artıranda tormozlanma yolu. Biz tormoz yolu nəyə bərabərdir? V0-ın kvadratı bölünsün 2 mj-yə. Əgər mən başlanğıc sürəti 3 dəfə artırıramsa, tormoz yolunun kvadratı qədər, yəni 9 dəfə artmış olacaqdır. Baxaq 3-cü sualımıza. Kütləsi 5 kiloqram olan cisim F bərabərdir 10 Newton dartı qüvvəsinin təsiri ilə deməli hərəkət edir. Sürtünmə əmsalı 0,2 olarsa, koordinatı zamandan asılılıq qrafikini məndən soruşur. Baxın, gəlin birinci F sürtünmə qüvvəsini yazaq. Nəyə bərabərdir? Mü mj-yə. 0,2 vurulsun 5 vurulsun 10. Cavab eləyəcək 10 Newton. Və mənim dartı qüvvəm də 10 Newtondur. Yəni F dartı F sürtünməyə bərabərdir. Onca cisim necə hərəkət eləyəcək? Bərabər sürətlə hərəkət edəcək. Deməli, F həvəzləyici olacaq 0. Və V0 x ox istiqamətində görürsünüz. Sürət x ox istiqamətdə olduğuna görə x ox istiqamətində bərabər sürətli hərəkəti götürəcək. Cavab olacaq A variantı. Baxaq 4-ə. Şagirdlər sürtünmə əmsalını müəyyən edərkən cədvəl tərtib etdilər. Boş xanaya sürtünmə qüvvəsinin hansı qiyməti yazılmalıdır? F sürtünmə nəyə bərabərdir? Mü n-ə. Buradan müyünü tapsaq, olacaq F sürtünmə bölünsün n. Gəlin birinciyə baxsaq, 0,2 bölünsün 1. Bu da mənə nəyi verdi? 0,2-ni. Müyünü tapdıq. İndi gətirək ikinci cədvəldə yerinə qoyaq. F sürtünmə nəyə bərabərdir? Mü n-ə. Yəni 0,2 vurulsun 4. Bu da mənə 0,8 Newtonu verəcəkdir. Baxaq 5-ə. Yaydan asılmış yükün kütləsini 4 kiloqram. Deməli, yükün kütləsini 4 kiloqram artırıram. M1 üstə gələk 4. Yayın uzanması 3 dəfə artmışdır. Deməli, yükün başlanğıc kütləsi məndən soruşur. Baxın, mj nəyə bərabərdir? Kx-ə. Eyni yaydır. K dəyişmir. J də onsuz da dəyişmir. Onda M ilə X düz asılıdır. Onda yazıram M1 bölünsün M2 bərabərdir X1 bölünsün X2-yə. M1 bölünsün M1 üstə gələk 4 bərabərdir X1 bölünsün 3X1-ə. X1 ixtisar getdi. Çarpaz vursaq olacaq 3M1 bərabərdir M1 üstə gələk 4-ə. 2M1 4-dürsə, onda M1 nəyə bərabərdir? 2 kiloqram. Yəni, yükün başlanğıc kütləsi 2 kiloqramdır. Siz yayların mütləq uzanmaları eynidirsə. Aha, baxaq. Mütləq uzanma eynidirsə, deməli, burada X1 bərabərdir X2-yə. Bu da bərabərdir X yazaqda bir-birinə bərabərdirlər. Onda, deməli, Kx nəyə bərabərdir mj-yə? Buradan K1-i tapsaq, daha doğrusu birinci yayın sərtliyi. Birinci üçün mj bölünsün x, digəri üçün olacaq 2mj bölünsün x. Ona görə də ikincinin sərtliyi birincidən böyükdür 2 dəfə. Deməli, 2-ni qəbul edirik. Sonra, elastiklik qüvvəsinə baxanda isə, deməli, aşağıya doğru bir mj var, digərində isə 2mj var. Ağırlıq qüvvəsi, daha doğrusu elastiklik qüvvəsi ikincidə də birincidən 2 dəfə böyükdür. Deməli, birinci yayda yarınan elastiklik qüvvəsi ikincidə yarınandan 2 dəfə kiçikdir. Bəli, 2 və 4 düzgün cavab olacaqdır. İndi baxaq 7-ci sualımıza. F qüvvəsinin modulunu dəyişmədən başlanğıc uzunluğu 2 dəfə artıranda yük modulu növdən asılıdır, ona görə dəyişmir. Y getdi bura. Sərtliyin ifadəsini yazsaq, SY bölünsün L0. Əgər başlanğıc uzunluğu 2 dəfə artırıramsa, sərtliyim 2 dəfə azalacaq. Deməli, B getdi sərtliyə. Mütləq uzanma isə delta x bərabərdir F bölünsün K-ya. İndi baxın, sərtliyim 2 dəfə azalıbsa, onda mənim mütləq uzanmam 2 dəfə artacaq. A da getdi bura. Cavab A, B və Y-dir. Baxaq, kütləsi 6 kiloqram olan cisimə meyl bucağı 30 dərəcə olan mail müstəvinin səthinə paralel olmaqla 20 Newton qüvvə təsir edir və cisim tarazlıqdadır. Deyir ki, 8-ci sualda cisimə təsirdən sükunə sürtünmə qüvvəsi. Baxın, mərkəzdən aşağı mj ağırlığımız təsir edir, düzdürmü? Biz bu mj-ni toplananlara ayırsaq, deməli,
şaquli və üfüqi toplanır. Bura alfadırsa, burada olacaq alfa. Ona görə bura olacaq mj kosinus alfa. Digəri isə olacaq mj sinus alfa. İndi baxın, sükunət sürtünmə. Ümumiyyətlə, sükunətdə qalması üçün sükunət sürtünmə qüvvəsi bax bu F qüvvəsindən böyük olmalıdır. Onda biz F sükunət sürtünmə qüvvəsini tapsaq, nəyə bərabər olacaq? mj sinus alfa ağırlıq qüvvəsinin üfüqi toplananına. Olacaq, deməli, kütlə 6, ona vuranda 60, burası 0,5 bərabərdir 30-a. Biz gördük ki, sükunət sürtünmə qüvvəsi 30-dur və dartı qüvvəsi 20 newtondur. Ona görə də cisim sükunətdə qalıb. Dayağın reaksiya qüvvəsi isə nəyə bərabərdir? mj kosinus alfa, yəni şaquli toplanana. 60 vurulsun 0,85, bu da mənə nəyi verdi? 51 newtonu verdi. İndi deyir ki, bərabər sürətlə yuxarı qaldırmaq üçün müstəmil səthinə paralel istiqamətdə nə qədər qüvvə tətbiq etməliyik? Deməli, o qüvvəni də tapmaq üçün nə etməliyik? Sükunət sürtünmənin üzərinə paralel toplananı gəlməliyik. Deməli, sürtünmə yox, daha doğrusu sürtünmə qüvvəsinin olacaq μn üstə gələk, deməli, mj sinus alfa, yəni 30 bərabərdir. Μ nə qədər verib bizə? 0,4. Eyni tapdıq nə qədər? 51 üstə gələk 30. Bu da bizə nəyi verəcək? 50,4.